Proses nəticəsində iyun 21-i gündüzdən Azərbaycanın Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran rayonları arasında, Dağlıq Şirvan arasında hava şəraitinin yenidən dəyişilməsi gözlənilir. Xüsusən də iyun ayının 22-si, 23-sü və 24-də prosesin daha da güclənməsi fonunda yanğınların lokal qısa müddət ərzində intensiv və güclü olması gözlənilir. Yəni topa yağış buludlarının güclü inkişafı fonunda yanğınların 1-2 saat ərzində, qısa müddət ərzində intensiv və güclü olması, lokal şiddətli olması, dolu yağması, dolunun diametrinin iri dənəli yağması və bu proseslərlə bərabər küləklərin güclənməsi gözlənilir. Proses nəticəsində iyun 21-dən 25-i gündüzə qədər olan müddət ərzində ərazidən axan çaylarda gürsulluq gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Növbəti proses nəticəsində isə iyun ayının 26-sından sonra yenidən Böyük Qafqaz rayonlarının ərazisində hava şəraitinin kəskin dəyişilməsi riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycanın Gəncə, Qazax zonasında xüsusilə də Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göl, Goranboy, Naftalan və Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur, eyni zamanda Füzuli, Cəbrayıl və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz, şəhər ərazilərində iyun ayının 21-i gündüzdən 25-i gündüzə qədər olan müddət ərzində hava şəraitinin yenidən tez-tez kəskin dəyişilməsi gözlənilir. Xüsusilə də iyun ayının 21-i axşamdan başlayan prosesin iyun ayının 22-si, 23-sü və 24-də daha da güclənməsi fonunda topa yağış buludlarının güclü inkişafı gözlənilir. Xüsusən də bu proseslərin lokal xarakterli daha da kəskinləşməsi fonunda yanğınların lokal qısa müddət ərzində intensiv və güclü olması ehtimalı var. Dolu yağması gözlənilir. Dolunun diametrinin iri dənəli yağması riski var. Xüsusilə də bu yanğınlarla bərabər küləklərin güclənməsi gözlənilir. Proses nəticəsində ərazidən axan çaylarda gürsulluq gözlənilir və iyun ayının 21-dən 25-nə qədər olan müddət ərzində sel daşqın hadisələrində artım ehtimalı var. Növbəti proses nəticəsində isə iyun ayının 26-sından sonra ərazidə yenidən hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycanın mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Beyləqan, eyni zamanda Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində də iyun ayının 21-i axşamdan 25-i gündüzə qədər olan müddət ərzində Azərbaycanın xüsusilə də şimal-qərb, qərb və cənub-qərb rayonlarında formalaşması gözlənilən güclü topa yağış buludlarının mərkəzi Aran rayonları ərazisindən də keçməsi riski var. Xüsusilə də iyun ayının 22-si, 23-sü və 24-cü yanğınların qısa müddət ərzində lokal xarakterli, intensiv və güclü olması gözlənilib, dolu yağması, şimşək çaxması ehtimalı var. Yanğınların xüsusilə də iyun ayının 22-si, 23-sü və 24-də leysan xarakterli intensiv olacaq riski var ki, nəzərdə Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında, Araz çayında sulluğun artması və bəzi ərazilərdə isə su basma hadisələrində artım ehtimalı var. Növbəti proses nəticəsində iyun ayının 26-sından sonra Qafqazın cənubundan növbəti atmosfer cərbəzinin keçməsi nəticəsində mərkəzi Aran rayonları arasında hava şəraitinin dəyişilməsi riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycanın Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik ərazilərində də iyun ayının 21-i günün ikinci yarısından başlayaraq 25 iyun gündüz saatlarına qədər olan müddət ərzində hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Proses nəticəsində lokal xarakterli yağış yağması, yanğınların xüsusilə də iyun ayının 22-si, 23-sü və 24-də xüsusən də Cəlilabad, Yardımlı, Lerik və Astaranın dağ kəndlərində lokal leysan xarakterli intensiv və güclü olması, dolu yağması ehtimalı var. Proses nəticəsində dağ çaylarında sulluğun artması, sel daşqın hadisələrinin təşkillanması riski var. İyun ayının 26-sı günün ikinci yarısından başlayaraq yenidən prosesin kəskinləşməsi fonunda ərazidə hava şəraitinin xüsusilə də dağlıq və dağıtı ərazilərdə hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bakı, Abşeron, Sumqayıt ərazisində iyun ayının 21-i gündüzdən şimal küləklərinin arabir güclənməsi gözlənilir. İyun ayının 22-si, 23-sü və 24-də havada buludluğun artması, Azərbaycanın şimal-qərb və qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının Bakı, Abşeron, Sumqayıt ərazisinə daxil olması riski var. Nəticədə 10-15% ehtimalla iyun ayının 22-si, 23-sü və 24-də Bakı, Abşeron, Sumqayıt ərazisində yağış yağması, şimşək çaxması və qısa müddət ərzində yanğınların leysan xarakterli olması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qısa fasilədən sonra isə iyun ayının 26-sından sonra yenidən atmosfer cərbəsinin Cənubi Qafqazdan keçməsi nəticəsində Bakı, Abşeron, Sumqayıt ərazisində hava şəraitinin
kəskin dəyişilməsi riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Kanalda əvvəlcədən də dəfələrlə bildirdiyimiz kimi artıq iqlim dəyişikliyi nəticəsində Azərbaycanın ərazisində, Qafqazın cənubunda hava şəraitinin tez-tez dəyişilməsi müşahidə edilir. Bu proseslər 2025-ci ilin iyul-avqust aylarında və 2025-ci ilin payız aylarında daha tez-tez, daha intensiv və daha güclü şəkildə müşahidə ediləcək. Bu proseslər nəticəsində qeyri-sabit hava şəraiti olan günlərin sayının artması gözlənilir. Yanğıtların xüsusilə Böyük Qafqaz rayonlarında, Gəncə-Qazax ərazisində, Kiçik Qafqaz rayonları ərazisində və Cəlilabad Astara ərazilərində çoxlu göstəricilərlə müqayisədə yanğıtların xeyli artması ehtimalı var. İqlim dəyişikliyi nəticəsində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar olaraq bu proseslərin əks təsirləri müşahidə edilir. Yəni atmosferdəki bu mürəkkəb proseslər nəticəsində havanın temperaturunun yüksəlməsi nəticəsində havadakı bu rütubətlilik artır. Yəni atmosferin, troposferin rütubət tutumu, rütubət miqdarı daha da çoxalır. Yəni havanın temperaturu yüksəldiyi bir vaxtlarda havadakı rütubətlilik daha da artır. Nəticədə bu da güclü topa yağış buludlarının daha da intensiv inkişafı fonunda ərazi üçün xarakterik olmayan, çox nadir hallarda baş verən bir proseslərin daha tez-tez baş verməsinə səbəb olur. Nəticədə güclü supersel buludların təsirindən ərazidə qısa müddət ərzində hava şəraitinin kəskin dəyişilməsi, güclü və şiddətli leysan yağışlarının yağması, dolu yağması, dolunun diametrinin iri dənəli yağması müşahidə edilir və bu proseslər artıq 2025-ci ilin iyul-avqust aylarında və payız aylarında daha tez-tez müşahidə ediləcək. Bu tendensiyanın ümumilikdə 2025 və 2026-cı illər ərzində daha da güclənməsi gözlənilir. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.